bacısını etdiklərinə görə cavab verməyə çağırdı. Bir açıqlama ver də. Nəyin ki mənə əslə, nəslə, kökə açıqlama ver. Və özüdür, bir də bərbad geyimlərdə. Və özü də qocalıb. Mən burada işləyirəm, görün buradan keçir. Buradan keçir, bax, baba, düz bax, buradan keçir qabağımdan. Yalandan, telefonla danışır. Amma mən belə baxıram, baxın, baba, həmişə də belə baxacaq. Bax, belə. Keçir ki, bunu qocalıb. Hərəkəti də qocalıb, belə-belə gedir, belə. Qocalıb, belə-belə gedir. Görüm sizə salam da vermir. Salam siz nə danışırsınız? Onun padruqaları icazə vermir ki, o mənə salam versin. Yaxşı ev aldırırlar ona, yaxşı maşın aldırırlar ona. Xaricə köçürlər. Bizim pullarımızdan. O pulu özü tək qazanmayıb ki. O pulu biz dörd bacı, bax bu dördü göstərəcəm həmişə. Bax bu dörd bacı bir yerdə qazanmışıq. Elza Seyidcan, elə belədən Elza Seyidcan olmadı. Layla Seyidcahan, Mehriban Seyidcahan, Rasimə Seyidcahan, Elza Seyidcahan, Seyidcahan, Anna Seyidcahan da yəni. Layla xanım, mən bu videonu bir neçə dəfə izlədim də, bu video görüntüləri, bu video danışığı. Mən sizi çox istəyirəm. Siz xanım xatılsınız, siz bir xanımsınız, əsl Azərbaycan xanımsınız, əsl xatınısınız. Burada bir ifadə işlədirsiniz ki, Elza Seyidcahan çoxlarına ev alıb, çoxlarına maşın alıb. 93-dən 94-dən Elza Seyidcahan, Sara Səfura, Gülnarə Məmmədova, biz 3 dost olmuşuq. Biz Elza Seyidcahanı tanıyanda, Sara Səfranın da, Gülnarə Məmmədovanın da Targovda mənzilləri var idi. Ən bahalı yerdə özünüz də bilirsiniz. Gülnarə Məmmədovanın da, Sara Səfranın da Targovda mənzili var idi. Evi mənzili kimi alıb Seyidcahan, bu Elza Seyidcahan. Maraqlıdır da, belə deyirsən ki, Elza Seyidcahan çox dostlarına, padruqalarına ev alıb. Bu fikir yanlışdır, çox yanlışdır. Elza Seyidcahan dostlarına ev alsa, tez-tez borcu olur da, çıxır efirdə, yəni o borcuları ödəmək üçün, məsəl üçün insanlardan, dost tanışdan, canlı yayımlardan müraciət edir ki, mənə dəstək olun, məsəl üçün borcum var, onu ödəyim. Elza Seyidcahan dostlarına ev alsa, bu dəqiqə onların evini satdırmışdı. Yenə də deyirəm, Layla Seyidcahan. 92-ci ildə Elza'dan biz yaxın dost olmuşuq. Gülnarə Məmmədova, Sara Səfura, Elza Seyidcahan. Bizim ikimizin də Targovda mənzilləri olub, ən bahalı yerdə, ən bahalı mənzillər bizim olub. Sara Səfura, Bahadırdan bu qədər.